Kürdəmir şəhər bir sayılı tam orta məktəbdə reallaşan tədbirdə rayon təhsil sektorunun müdiri Rafail Məmmədov, ictimaiyyət nümayəndələri, məktəb kollektivi və şagirdlər iştirak edib. Tədbiri giriş sözü ilə açan məktəbin dil ədəbiyyat müəllimi Günəş Xudiyeva iştirakçıları salamlayıb və hər iki layihə haqqında onlara məlumat verib. Sonra tədbirdə şagirdlərin ifasında ədəbiyyatımızın bir-birindən gözəl incilərinin personalları canlandırılıb. Belə ki, Kürdəmir şəhər bir sayılı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Günəş Xudiyevanın rəhbərliyi ilə unikal bir layihə start verilib. Bu layihə Prezident İlham Əliyevin Azərbaycanın yeni rəqəmsal arxitekturası adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə qeyd etdiyi kimi şagirdlərdə müasir texnologiya bacarıqlarının formalaşdırılmasına, rəqəmsallaşma ilə bağlı ilkin biliklərin aşılanmasına yönəlmişdir. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin rəqəmsal biliklərinin daha da artırılması, klassik ədəbiyyatın öyrənilməsi və bu fonda ədəbiyyatın işığına şagirdlərin cəlb olunmasından ibarətdir. Qeyd edək ki, bu kimi tədbirlərin gələcəkdə də mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub. Mən Günəş Xudiyeva, Azərbaycan dili ədəbiyyat müəllimi. Bildiyimiz kimi bu ay Azərbaycan dili ədəbiyyat fənn aylıqıdır. Bu aylıq çərçivəsində mən iki layihəni həyata keçirirəm. Bir, keçmişdən səs, Instagramda bir gün. Tədbiri keçirməkdə məqsəd şagirdlərin rəqəmsal biliklərinin daha da artırılması, klassik ədəbiyyatın öyrənilməsi, bu fonda ümumiyyətlə ədəbiyyatın işığına şagirdlərin toplanması, cəmlənməsidir. Cəmilə Nəsir qızı Aqil Əsədov, Rəvan Məmmədov, bugün informasiya proqramı.